Hal-hazırda şəhidimiz Rəşid Zeynalının ocağına gəldik. Əsgər getməmişdən öncə şəhid atasından gəldilər. Xeyir dualamağa. Allah cəm şəhiddən. Şəhid atası da hal-hazırda yolda oturmuşdu. Onun da ürəyi sevindi, qürurlandı ki, bugün məndən gəliblər xeyir dualamağa. Əlbəttə. Dəyərli izləyicilər, hal-hazırda dediyim kimi şəhidimizin atasından görüşərək xeyir dualamağa gəliblər. Bax, bugün. Mədət dayı, salamlayıram, qarşında baş əyirəm. Bu günləri, bax, bu iki gənc bizim üçrəyli bayraq altında xidmət aparacaqlar. Özlərinə borc bildilər ki, ilk öncə məzarlığı ziyarət etdilər. Çünki bu ay həqiqətən qəhrəmanlarımızın canlarından keçə ayırdı. Dedi, şəhidimizin anası, anamız olaraq əllərindən öpüb xeyir dualım, bir də atasından xeyir dualım. İlk öncə ilə xeyir dualım sən verərdin, bu iki bizim gələcək hərbiçilərimizə. Buyur. Allah hərbiçilərimizə öz adımla deyirəm, xeyir dua, özlərini qorusunlar. Çalışın, biləsi var şəhidləri kimi Qəhrəman olun. qəhrəman olun, ancaq başınızı gözləyin də. Başlı dik tutun hər zaman. Çünki siz mübarizlər torpağındasınız. Çünki bugün rəşidlər, şəhidlər verən torpaqlardansınız. Siz bugün Azərbaycan üçrəyli bayrağı altında xidmət aparatsınız, vətən qoruyacaqsınız. Bax, bu günləri görsən, qəhrəman atadır ki, bir oğlun vətən uğrunda qurban verib, bir oğlu da qazi adına layiq görünüb. Bax, belə atanın qarşısında baş. Bəli, özü də 1-ci Qarabağ müharibəsində vuruşub. Anamız evdədir. Anamız. Dəyərli izləyicilər, hal-hazırda dediyim kimi qəhrəmanımızın ocağında da olmaqlarına özlərinə borc bildilər. Çünki gələcəyin əldə silah üçrəyli bayraq altında xidmət aparan əsgərlərimiz olacaq. Allah şəhidimizin ruhunu şad eləsin. Bir daha yenə də deyirəm, Mədət kişi, elə şəhidimizin muzeyində şəhidlərimizin ruhu kömək olsun. Bir xeyir duada burada verərdim. Biz də yenə yolumuza davam edib üç şəhid ailəsini ziyarət edəcəyik. Buyur. Allah yolunuzu açıq eləsin, kişi kimi qulluq eləyin, bunlar kimi qulluq eləyin də. Qəhrəman. Qəhrəman kimi. Allah sizə uğurlar, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah ordumuzu qorusun. Amin. Çalışın, rayonumuzun adı Yüksəklərdə. Çünki biləsi var, həmişə yüksəkdə olub. Qəhrəmanlar deyərdi. Mədət kişi, qarşında baş əyirəm. Sən həqiqətən qəhrəman atasan, biz sizlərdən fəxr edib qürursiz keçiririk. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və veteranlarımıza can sağlığı versin. Gedirik növbəti şəhid ailələrini ziyarət edək və məclisimizə davam edək. Allah səndə köməyin olsun. Çəkirsən, işıqlandırırsan, Allah sənə kömək olsun. Allah balaları xoşbəxt eləsin. Çox sağ ol, təşəkkür, var ola. Borcumuz dəmi? Var olasan. Çox. Hal-hazırda elə getdiyimiz vaxtda qazi qardaşımız gəldi. Mədət əminin qazi oğludur bu da, vətən uğrunda. Qazi qardaşım, bax, bu igidlər gələcəyin əsgərləri əldə silah vətəni qoruyacaqlar. Sən də bir döyüş görmüş bir qazimiz kimi xeyir dua verib və məsləhətləri verərdin. Buyur. Birinci özlərinə müğayət olsunlar, sağ edib salamat gəlsinlər. Nə bilim, vətənimizə, millətimizə layiqli övlad olsunlar inşallah. Çox sağ ol. Var ol. Qarşında baş əyirik, əziz. Var olasan, öpürəm. Sağ ol. Dəyərli izləyicilər, hal-hazırda şəhidlərimizin ocağını ziyarət edərkən qardaşımız, Qurban qardaşımız və onun yanındakı qardaş da hərbi xidmətə yola düşməmişdən öncə şəhidlərimizi ziyarət edir. Allah şəhidlərimizin ruhunu şad eləsin. Xeyirxah Ford hər zamandakı kimi şəhid ailələrində. İlk öncə məzar ziyarəti oldu. Çünki bu iki bizim gənclərimiz vətəni qorumağa getməmişdən öncə özlərinə borc bildi ki, şəhidlərimizi ziyarət etsin. Və şəhidlərimizi ziyarət edəndən sonra ailələrindən xeyir dua almağa özlərinə borc bildilər. İstərdik ki, bu günlərdə qardaşımızın il dönümüdür, ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bir qəhrəman atası kimi hər iki gəncə xeyir dua verərdim. Buyur. Allah hər ikisinin xeyri sağ gəlsin, salamat gəlsin. Allah şəhidlərimizi rəhmət eləsin. Amin. Cəmi şəhidlərimiz onların içində, yəni bütün şəhidlərimiz, 92, 90-cı, bütün şəhidlər Allah rəhmət eləsin. Hər iki gəncə Allah sağ can, inşallah sağ salamat gedib gələrlər, dövlətə, öz vətəninə hizmət edərlər, sağ salamat ailələrinin yanına gələrlər. Amin. Allah xeyirlərini versin. Sağ getsinlər, salamat. Çox sağ ol, var ol. Qarşında baş əyirik. Təşəkkür. Dəyərli izləyicilər, hal-hazırda şəhidimiz Elməddin Gildiyük vətən uğrunda canın qurban verən qəhrəmanımızın ocağındayıq.
Anamızdan xeyir dua almaq üçün şəhidimizin anasının yanındadılar. Anam bu günləri sizlərə borcluyuq. Bu azad, bu rahat, bu sərbəstlik sizin kimi qəhrəman analara borclu. Övladlarınızı vətən uğrunda qurban verirsiniz də, təki vətən sağ olsun deyirsiniz. Bu gün sizin evləriniz ocağa dönüb. Bu gün sizin ocağa ziyarətə gəlirlər. Bax bu gün gəlinlə bəyin toy olanda da ilk öncə şəhid ailələrindən ziyarət edib xeyir dualılar. Bax bu gün də adət ənənəyə uyğun olaraq bax bu hər ikisi iki gənc gələcəyimiz qəhrəmanımız əldə silah vətən uğrunda üçrəyli bayraq altında xidmət aparacaqlar. Özlərinə borc bildilər. Birinci məzarlığı ziyarət etdilər və şəhidlərin ailəsindən də xeyir dua götürməyə özlərinə borc bilərək sizin yanınızdadır. İstərdim anam bir xeyir dua verəsən. Buyur. Sağ olsunlar, bizi yada salırlar. Allah sizi qorusun bala, Allah sizlə olsun. Başınıza dönərəm, sağ gedin, salamat gəlin, canım qurban. Şükür, dünyamız sakitlikdir. Allah köməyiniz olsun bala, Allah dəyəğizdə dursun. Allah xeyirlərin versin. Çox sağ ol. Öz arzuları idi. Bax sağ olsun, bax buradakılar da özlərinə borc bildi ki, gəlsinlər, şəhid ailələrində olsunlar. Qardaşımız da sürücüdür. Təşəkkür edirik öz avtomobilinlə yorulmadan, çəkinmədən, yox demədən şəhid ailələrində olmağı özünə borc bildi. Təşəkkür, var ol. Anam sağ olun. İndi bir ev qalıb, Arzəmgilə də dəyirik ki, inşallah məclisə davam etdirəcək. Çox sağ ol, təşəkkür, var olasın. Yeganə övladım, vətən uğrunda qurban verən Ariz əminin ocağında yox. Bugün Ariz əminin ocağını ziyarət etməyi özlərinə borc bildirlər. Allah şəhidlərimizin ruhunu şad eləsin. Dəyərli izləyicilər, hal-hazırda ziyarətimiz davam edir. Qurbandan sahib hərbi xidmətə yola düşməmişdən öncə özlərinə borc bildi. Qəhrəmanlarımızın ocaqlarını ziyarət etsinlər. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah qazilərimizi qorusun. Allah veteranlarımızı qorusun. Ziyəddin Arizoğlu evin yeganə övladı olmağına baxmayaraq vətən üçün Allahın verdiyi ömrü torpağa, vətənə, dövlətə, üçrəkli bayrağa qurban verərək təki vətən sağ olsun deyə qəhrəmanımızdır. Ruhu qarşısında baş əyirik. Qarşında baş əyirəm, əllərindən öpərək. Bu günləri qurbanla sahib özünə borc bilib. Birinci şəhidlərimizi ziyarət etdi. Sonra da şəhid ailələrinin ocağında olmaq özünə borc bildi. Gəldi sizdən xeyir duasın. Hər bir xidmətə yola düşür. Qardaşlar özlərinə borc bilir. Buyurun. İnşallah, hoş geldilər. Hoş geldiniz. Sağ salamat edib gələsiniz inşallah. Allah üstünüzdə dursun. Bəli, bu günləri Sağ salamat edib gəlsinlər. bizləri qoruyan anam, sizin də övladınız ilk öncə hərbi xidmətdə olarkən əldə silah vətəni qoruyurdu. Vətənin dar günündə evin yeganə övladı olmağına baxmayaraq canından keçdi. Bax bu gün də o qardaşlardan da bu iki qardaş özünə borc bilir. Gəlib bizlər üçün canların qurban verən qardaşların ocağını ziyarət edib xeyir dua almağa. Siz də bir qəhrəman anası kimi bu hər iki gəncə xeyir dua ver. Buyur. Birinci xoş gəlibsiz. Sağ gedib salamat gəlsinlər. İnşallah Allah üstlərində dursun. Onun vətəni layiqincə yerinə yetirsinlər inşallah. Amin. Sağ olsunlar, var olsunlar. Təşəkkür Allah edirəm. üstünüzdə dursun. Var olasan. Allah sizə can sağlığı versin. İzləyicilər, hal-hazırda şəhidlərimizin ocaqlarını ziyarət edərək gəldik el yarımızın da anasını borc bildik, ziyarət edək. Anam qarşında baş əyirik. Bu gün vaxtdan istifadə edərək bu qardaşlar özlərinə borc bildi ki, şəhidlərimizin ocağını da ziyarət etsin, məzarını da ziyarət edirlər. Hərbi xidmətə yola düşürlər. Bir qəhrəman anası kimi xeyir dua istəyirik. Deyirəm bala, sağ-salamat gedib gələsiz. Qəhrəman olasınız, igid olasınız, mərd olasınız. Heç vaxtı yorulmayasınız. Nətər deyərlər, mam aşağı olmayasınız. Allah sizi düşmən gülləsindən qorusun. Allah sizi düşmən gülləsindən qorusun. Vətənin keşiyində ayıq-sayaq dayanın. Amin. Allah sizi ataza, anaza çox görməsin. Amin. Sağ-salamat gedib, sağ-salamatda qaydasız. Çox sağ olun, var olun. Anam, qarşında baş əyirik. Biz sizdən də xeyir dua aldıq, sevindik. Bu günləri bax bu qardaşlar getdilər, məzarları ziyarət etdilər. Hətta bu kənddə şəhid evlərində ziyarət etdilər. Təşəkkür edirəm, var olasan. Biz icazə versən gedək. İcazə sizin. Çox sağ ol, təşəkkür, var olasın. Qonağımız olun. Var olasın, var olasın.